Təşəkkür edirəm. Biz bu rolikə baxdıq, yəni hamımızın bildiyimiz həqiqət idi, amma bu həqiqətlərin video, görüntü şəklində yayınlanması idi. Burada hüquqi baxımdan izah elədilər vəkillərimiz. Biz hüquqşünas deyilik, biz siyasətlə məşğuluq və çox dünyada misallar var ki, belə bundan daha cılız məsələlərə görə hökumətlər istefa verir, prezidentlər istefa verir. Biz bu məsələni bir siyasi məsələ olaraq qiymətləndirməliyik. Biz bu məsələni heç də 2005-2010-cu illər arasında qiymətləndirməməliyik. Biz bu məsələni hansısa oliqarxlar arasındakı mübarizə kimi qiymətləndirməməliyik. Mən düşünmürəm ki, hansısa nazir oliqarx o biri nazir oliqarxı zəiflətmək üçün oturduqları budağı baltalasınlar. Yəni, bunların bu qədər axmaq olmadığını artıq biz 10 ildir görmüşük. Odur ki, mən də burada səslənən əsas o təkliflə razıyam ki, prezident seçkilərinə qədər biz Azərbaycanda parlament seçkilərinin keçirilməsini tələb etməli və nail olmalıyıq. Bunun üçün bizdə həm hüquqi, həm siyasi, həm də digər argumentlərimiz var. Burada əsas mən diqqəti nəyə yönəltmək istəyirəm? Burada adı hallanan şəxslər var. Ramiz Behdiyev var. İlham Əliyevin birinci şəxs olaraq adı hallanır. Bunlar münasibət bildirmələrdə borcludular. Bundan başqa Avropa Şurası və ATƏT münasibət bildirməlidir. Çünki orada da onların adları hallanır. Və mən İctimai Palat olaraq təklif edirəm ki, bu günə qədər İlham Əliyevi keçirdiyi seçkilərə görə təbrik eləməyə tələsən o beynəlxalq təşkilatların qarşısına bu məsələ qoyulsun ki, sən təbrik etmişdin, bunu mu təbrik etmişdin? Təbrik etmişdinsə, indi də qına, indi də yenidən seçki keçirilməyini tələb elə. Yəni, biz öz Gənclər Təşkilatı olaraq bu videonun stenoqramını İngiliscəyə tərcümə edib, həmin o səhvliliklərə, həmin təşkilatların mərkəzi ofislərinə göndərəcəyik, yəni Bakıdakılara yox, mərkəzi ofislərinə göndərəcəyik və tələb eləməliyik ki, buna münasibət bildirsinlər. Yəni, Amerikanın buradakı səfiri yox, Amerikanın başında oturan, departamentin başında oturan buna münasibət bildirməli. Əgər onlar da bildirməyəcəksə, biz həmin dövlətlərin xalqlarının həmin hökumətlərə ictimai qınağını təşkil eləməliyik. Yəni, bu heç də adi bir hadisə deyil, bu çox önəmli, ciddi siyasi hadisədir və biz bugündən gec olmayaraq konkret şəkildə parlamentin buraxılması, bu istiqamətdə hansı addımlar lazımdırsa, o addımların atılması istiqamətində müzakirələr aparmalıyıq və lazımdırsa təbii ki, yenə qeyd edək, xalqımız mübarizə deyəndə meydanlar nəzərdə tutulur. İndi tez tələsik də olmasa, ən azından yaxın 2-3 həftə ərzində artıq konkret müraciət edib, konkret mövzu ilə bağlı kütləvi aksiyalara başlamaq lazımdır ki, dünya birliyi də, dünyada, ictimaiyyət də bu məsələnin nə qədər ciddi olduğunu belə deyək, fikir ayrılsın, fikir olsun. Yəni, bu məsələni qətiyyən adi tələddüzlük maddəsi və yaxud da oliqarxlar arası mübarizə məsələsi kimi qiymətləndirməməliyik. Mən özümə görə deyirəm, bu məsələləri belə qiymətləndirməyin, məsələnin mahiyyətini bilərəkdən kiçiltmək kimi qiymətləndirirəm və bunu mübarizəmizə ən yüngül halda ziyan hesab edirəm.